Hə dostlar, sizə çox maraqlı, yeni bir xəbərlə gəlmişəm. Eyni vaxtda da elektriklərə bir balaca xəbərim olacaq. Ən sona kimi izləsəz bu məlumatlardan xəbərdar olacaqsınız. Artıq səhifəmizdə yeni bir rubrika başlayır. Qürbətdə yaşayan, işləyən və öz həyatını burada quran həmvətənlərimizlə kiçik görüşlərimiz, söhbətlərimiz, tanıtımlarımız olacaq. Səhifəmizdə digər həmvətənlərimizi də, onların ailələrini də, uşaqlarını da, həyat tərzlərini də görüb yaxından tanış ola biləcəksiniz. İlk görüşümüzdə çox uzağa getmədik. Axşamçağı elə halvamızı qoltuğumuza vurub gedib qonşumuzun qapısını döydük. Deyim ki, buralarda elektriklə bağlı nə suallar varsa hamısı Elxan bəyə ünvanlanır. Və bu evdə mətbəxdən gələn o gözəl qoxuların səbəbi isə Nuranə xanımdır. Bu arada bilmirəm, Nuranə xanımın xəbəri var ya yox, onun şorqovallarından ötürü ürəyim gedir. Əslində deyim ki, bugünkü görüşümüzün səbəbi ev görməsinə gəlməyimiz idi. Onları yeni evlərini alması münasibəti ilə təbrik eləməyə və necə deyirlər, ayaq açdığına gəlmişdik. Elə evlərinin ilk qonaqları da özümüz olduq. Bütün evləri gəzdik, otaqları, bütün şkafların içinə kimi yoxladıq, xeyir duamızı verdik, dedik gecəyə yemək yeməyə. Biz də şanslıyıq ki, belə səmimi, mehriban qonşumuz var. Bu arada demişdim axı, elektriklərə bir balaca xəbərim olacaq. Məndən soruşmuşlar ki, ora gəlib necə elektrik işləmək olar? Necə edirsiniz? Gəlirsiniz bura, amma ki, Azərbaycanda 5 il elektrik təcrübəsi olan sənədlə. Burada 1 il oxuyursunuz, buradakı sənədinizi alırsınız, amma çalışın o 1 illik oxuyan müddətdə bütün xərclərinizi özünüzlə götürəsiniz. Ondan sonra çox rahatçılıqla iş tapıb işləyə bilərsiniz. Bu demək deyil ki, siz dayanacaqsınız. Əlbəttə ki, bu dövrdə yenə də özünüzü inkişaf elətdirməli, öyrənməlisiniz. Yenə nəsə suallarınız olarsa, videonun altından yazarsınız, çalışıb cavablandırarıq. Söhbətə doyum olmaz, artıq gecəni yar eləmişdik, götürdük uşaqlar da, qayıtdıq evə. Siz də bekar olmayın, videonun altına yazın görün, səhifəmizdə kimləri görmək istəyirsiniz, kimlərə qonaq gedək, kimləri qonaq çağıraq. Bəyənməyi, rəy yazmağı, ümumiyyətlə səhifəni izləməyi isə heç unutmayın. Biz sağ, siz salamat, gələn görüşlərə kimi.